Mən Günel müəllimə. Bugün yenə də sizlərə belə bir din blok imtahanı sualının izahını paylaşacağım. Konusdan söhbət gedir. Deyir, konusun yan səthinin açılışı. Konusun yan səthinin açılışı bir dairə sektorudur və deyir ki, bura 288 dərəcədir. Radiusu 25 olan dairə sektorudur. Konusun həcmini tapın. Baxın, bu konusun gerçək formasında burada çəkirəm. Konusun həcmini tapmaq üçün sizə nə lazımdır? Deməli, konusun həcm düsturunu yazıram. 3də 1 pi r-in kvadratı h lazımdır. Əvvəla onu bilin ki, açılışda 25 radiusdursa sektorun, deməli bunun 25 elidir, yəni doğranıdır. Və siz bilirsiniz ki, konusun açılışında bu 2 pi r çevrənin uzunluğudur. Hansı ki bu yerdən. Və bu çevrə uzunluğu çevrə qövsünün uzunluğuna bərabərdir. Yəni pi vurulsun, 25 vurulsun alfa, çevrə qövs uzunluğuna qədər bərabərdir 380 dərəcə. Bu da bərabər olur. Deməli, pi'lərimiz getdi. R bərabər olacaq. 25 vur 288 böl 360. Hesablasaq, əgər ixtisar aparsaq, 12 ixtisar aparsaq, deməli, burada 24 qalır, burada 30 qalır. Bunlar 5'ə gedəcək. 5, 6, 6 ilə 24 gedir 4. Radiusumuz 20 olur. Radiusumuz 20-dirsə, hündürlüyümüzü tapa bilərik. Hündürlüyümüz də bərabər olacaq. Kök altı 25'in kvadratı çıx 20'nin kvadratı. 625'dən 400 çıxanda 225, 15. Onda gəlin həcmimizi hesablayaq. 3də 1 pi vurulsun. Radiusumuz 20'dir. Kvadratı 400. Hündürlüyümüz də 15'dir. 5, 4, 5'in 2000 pi. Doğru cavab C variantı.